İndi bu hinimizin də ağzını açaq. Yavaş-yavaş toyuqlarımızı. Səhər artıq təzə açılıb, yeni açılıb. Görmüş olduğunuz kimi artıq burada folluq üstündə dava-dalaş gedir. Salam, sabahınız xeyir olsun. Hər kəs xoş gördük bizim Toyuqlar kanalında. Bəli, səhərdir, ona görə sabahınız xeyir deyirəm. Görmüş olduğunuz kimi hinlərimizin ağzı bağlıdır. Toyuqlarımız hindədirlər. İllərdir ki, mən dostlar toyuqlarıma kimyəvi dərman vermirəm. Ancaq təbii üsullardan istifadə edərək toyuqlarımı sağlam böyütməyə çalışıram. Və şükürlər olsun ki, istər yumurta məhsulları, istər ət məhsulları da öz səviyyəsindədir, öz yerindədir, hər şey öz qaydasındadır. İndi hazırda toyuqlarımı yemləmə prosesini edəcəm. İlk öncə balacalardan başlamaq istəyirəm. Burada bizim 2 balaca ördəyimiz var. Hazırda ilk öncə bunların yeməyi verildi, qidalar verildi. Çünki bütün günü burada olacaqlar. Bura qapalı olduğundan burada saxlayıram. Çünki o biri tərəfdə ördəklərlə saxlasam, elə deyim, pişik təhlükəsi var. Yırtıcı heyvanlar gəlib ziyan verə bilərlər bu balaca ördəklərimizə. Ona görə bunları ilk öncə burada yemləmişik. Sularını çirkləndiriblər, görmüş olduğunuz kimi yemlərindən də müəyyən qədər yeyiblər. Bəzi hissəsi qalıb orada. Burada isə bizim ana toyuğumuz və balaları var. Bu da məndən yem gözləyir. İndi buna da yem verəcəyəm. Görmüş olduğunuz kimi düzələrimdə hər şey tam qaydasındadır. İnkişaflar sürətlə gedir. Qapını açan kimi də coşmağa başlayırlar. Kullanırlar, düşürlər. Hər şey öz qaydasındadır. Yəni mən bunlara kimyəvi dərman verməmişəm. İndi bəzi vitaminlər verirlər yoldaşlar. Görürəm sosial şəbəkələrdə. Heç bir dərman verməmişəm. İlk 10 günlərində bunlara yumurta qaynanmışı vermişəm və şirin su vermişəm ki, yaxşı mayalansınlar. Heç bir əlavə kimyəvi dərman bunlara mən verməmişəm dostlar. Əhvallarını da görürsünüz. Çox şəndirlər, çox şuxdular. Yəni süst düzəmiz yoxdur burada dostlar. Hər şey öz qaydasındadır. Sizlər düzələrinizi hansı üsullarla saxlayırsınız? Onun da rəy bölməsində qeyd edə bilərsiniz. Bir də kanalımıza abunə olsanız əla olar. 50.000 abunə olmağımıza çox az qalıb. Dəstəklərinizi inşallah sizlərdən gözləyirəm. Bir də bizi TikTok və Instagramda bizim toyuqlar yazaraq orada da izləyə bilərsiniz. Keçək yavaş-yavaş bu düzələrin də yemin gətirək, verək. Ondan sonra keçək toyuqlarımızın yemini hazırlamağa. Çünki o prosedur biraz uzun olacaq. Düzələrimə də görmüş olduğunuz kimi bu yemdən verirəm. Bir nömrə düzə yemidir dostlar. Artıq yumurtanı kəsmişəm. Arada bir verirəm yenə də o imkan olanda. Yəni vacib deyil artıq yumurta vermək. Belə yemlə artıq qarınlarını doydururlar. Biraz böyüyəndən sonra yavaş-yavaş artıq onları belə deyim, arxa həyətimizdə otun da içinə buraxacam ki, biraz orada da həşəratlarla, cücülərlə, otla qidalansınlar ki, daha da inkişaflar sürətli geçsin, immun sistemləri daha güclü olsun. Bir aylarından sonra artıq sirkəli su verməyə başlayacağım. Yavaş-yavaş hər şey öz vaxtında etdikcə daha gözəldir dostlar. Demək olar ki, bizim təsərrüfatda itki sıfırdır, çox nadir hallarda olur. Onu da deyim ki, cücələrə belə ananın baxmağı çox faydalıdır, çox rahatçılıqdır. Müəyyən qədər bizim belə deyim, işimizi azaldır. Hər şey öz qaydasında olur. Daha yaxşı inkişaf edir cücələr. Soyuqla, isti ilə mübarizədə toyuq müəyyən tənzimləmələr aparır və cücələrini daha yaxşı böyüdə bilir. Biz müəyyən vaxtlar olur ki, istini və yaxud da soyuğu düzgün idarə edə bilmirik, düzgün tənzimləyə bilmirik. Ona görə də belə ana toyuğun cücələrini böyütməyi daha yaxşıdır, daha xeyirlidir məncə. Bu cücələr daha aktiv olurlar, görmüş olduğunuz kimi. Bir maşallahınızı da varam bu arada, rəy bölməsində sizdən maşallah rəyini görmək istəyirəm. İnkişafları dostlar göz qabağındadır, hər şey öz qaydasındadır. Bizdə qalıb. Düzəni də görürsünüz dostlar, akrobat düzələri görürsünüz burada. Bizdə qalıb bu hinin bit-birə dezinfeksiyası. İnşallah onu da yaxın vaxtda yəqin ki edəcəm. Sadəcə olaraq bunlar biraz daha da inkişaf eləsinlər. Hava biraz daha da yaxşı temperatura uyğunlaşsın. Onda inşallah ki çıxardacağam bunları da çölə. İndi su qablarına da yeni su əlavə edəcəm. Çünki su qablarını da görmüş olduğunuz kimi artıq çirkləndiriblər. Ana toyuq bütün yemləri eşəliyib verir düzələrinə, nələrsə öyrətməyə çalışır. Bu da bunların yeni suları. Səhər-səhər yeni su verdim. Orada yemlənənlər də yemlənirlər. Ana toyuq bütün yemi demək olar ki, bəzi hissəsini yerə töküb. Yerdən də qidalanan var.
hazırda vəziyyət belədir dostlar. İndi yavaş-yavaş keçək toyuqlarımızın da yemini hazırlayaq. Onların da artıq çölə çıxma vaxtıdır. Toyuqlardan öncə bu köhnə yerimizdə bizim balaca düzələrimiz var. Göstərmişəm sizə. Qısa videoda paylaşmışdım bu. Bu toyuğumuz da 5 düzdə çıxardıb 12 yumurtadan. Digər toyuğumuz 12 yumurtadan 12'sini də çıxartmışdı. Bunun hazırda 5 balası var dostlar. İndi bunların da yemin verməliyik. Bunlar biraz balacadır. Çox cüzi fərq var aralarında. İnşallah bunların da yemin verək. Cəmi burada dostlar bir lampa yandırıram. Havalar o qədər də soyuq keçmir. Yəni analar da yanlarındadır. 5 baladır. Məncə onu böyütmək o qədər çətin olmaz bu toyuğumuza. İndi bunların da yemi elə həmin yemləndi. Burada bizim yem qabımız var. Əlavə edək. Gün ərzində yəqin ki yeyəcəklər. Bunların da olsa yemin verdiğim, indi bunlar da yavaş-yavaş yəqin ki yemlərini yeyəcəklər. Sularımı da vermişəm belə, yavaş-yavaş içirlər. İndi isə dostlar keçək digər tərəfə toyuqlarımızın yemini verməyə. Toyuqlarıma nə verirəm dostlar? Görmüş olduğunuz kimi burada qara unumuz var. Qara un verirəm hazırda toyuqlarıma. Bunu həmişə kimi videolarımda çox görmüsünüz. Biraz su ilə belə umas formasında qarışdırıram və toyuqların bu yemi həqiqətən çox sevirlər və birazdan bu yemi də onlara verəcəyim. Bu da dostlar bizim qara unumuzun son vəziyyəti, son halı. Bu toyuqlarımın bunu yeməsinə heç bir problem yoxdur, heç bir əsas yoxdur. Bu arada kanalıma hələ də abunə olmamısansa abunə ol, dəstəklərini ver. Çünki bu mənim üçün çox önəmlidir. 6 ildir dostlar kanalımız fəaliyyət göstərir. 50 min abunəmiz var. Bu məncə çox aşağı bir səviyyələrdir, aşağı dərəcədir dostlar. Çalışdığım qədər sizlərə maraqlı videolar çəkməyə çalışıram. Hər gün qısa videolar paylaşıram. Həftədə bir dəfə uzun video paylaşıram. Artıq ördəklərim toyuqlarımın yemindən yeməyə başlayıb. Artıq bunlara düzə yemi verirdim bir nömrə. Artıq deyəsən bunlara da qara un vermək olar. Görmüş olduğunuz kimi yemi sevirlər, qidalanırlar, yeyirlər. Burada dostlar bizim nəyimiz var? İndi onu göstərəcəm sizlərə. Yeni bir üsuldur mənim üçün. Toyuqlarıma nə verirəm hazırda? Toyuqlarıma belə bir şey verəcəm birazdan. Yəni toyuqlarıma limon verəcəm. Limon verəcəm deyəndə ki, sularına əlavə edəcəm bu limonu dostlar. İndi bu hinimizin də ağzını açaq. Yavaş-yavaş toyuqlarımızı görmüş olduğunuz kimi toyuqlarımın qidalanmağı yerindədir, yeyirlər qidalarını. İndi bu limonu da artıq sularına əlavə edəcəm. Gün ərzində içəcəklər. Limon bildiyiniz kimi C vitamini ilə zəngindir. Ona görə də immun sistemini gücləndirir. Həqiqətən də çox effektiv xüsusiyyəti var limonun. Belə sularına gün ərzində əlavə edirəm. Bütöv bir limonu bura əlavə edəcəm inşallah. Nə problemləri varsa bununla çıxar inşallah ki. Heç bir problemimiz də yoxdur sözün düzü, amma əvvəlcədən profilaktik tədbirlər belə dostlar görmək lazımdır. Biraz belə də suyun da limonu sıxım ki məncə bu qaba artıq yetərlidir. Belə bir mənzərə alındı burada dostlar. İndi keçək, orada da bir qabımız var. Bu balaca bir limon qaldı əlimdə, onu da oraya əlavə edək. Sizlər də öz təsərrüfatınızda belə üsullardan istifadə edə bilərsiniz. Həqiqətən də yaxşı effekt göstərəcəkdir. Mən ümumiyyətlə dostlar toyuqlarım üçün sirkəli su və yaxud da ki digər üsullar da var. Turp verirəm, kələm verirəm. Yəni bu onların həqiqətən də sağlam olmalarına gətirib çıxardır. İnkişafları öz axarı ilə gedir, problem olmur. Tələfatlarımız demək olar ki olmur. Səhər artıq təzə açılıb, yeni açılıb. Görmüş olduğunuz kimi artıq burada folluq üstündə
Dava dalaş gedir. Birisi elə birisimiz oradadır. Bu toyuğumuz da nədənsə bu folluqda oturmaq istəyir. Burada o qədər folluq var ikən gedib o folluqda oturmaq istəyir. Sizin təsərrüfatınızda da belə hallar olurmu? Olursa rəy bölünməsində qeyd edərsiniz. Sevməli dostlar. Bir maşallahınızı alaram. Keçək görək burada bu limonlu suyumuzu içirlər yoxsa yox. Orada bir qara toyuğumuz artıq sınamağa başlayıb. Ördəklərimiz də burada. Bu ağ ördəyimiz, bu balaca ördəklərimizə, yeni ördəklərimizə daha doğrusu gün verib, işıq vermir. Ona görə ayağını bağladım ki, bir problem olmasın. Burada da yemlər var və 2 su qabı var burada. Bu xoruzumuz da öz hökmdarlığını elan edib hinimizdə. 2 xoruz onun, belə deyim. 2 xoruz ondan da çox yaman qorxurlar, çəkinirlər. Toyuqlarımız da burada artıq bu limonlu su içməyə başlayıblar. Görmüş olduğunuz kimi. Burada bir toyuğumuz var, sarı toyuğu burada bilməm görürsünüz, görə bilmirsiniz. Bu da kürt düşüb. Neçə vaxtdır kürt düşüb, nədənsə yatmır tam. Mən də gözləmədəyəm hələ ki. Görək inşallah necə. Yəni yaxşı nə vaxt yatacaq. Burada da bizim bu serebristimiz limonlu suyumuzu içir. Yəqin ki, çox xoşuna gəlir. Belə təbii vasitələrdən istifadə edərək toyuqlarınızı xəstəliklərdən uzaq tuta bilərsiniz. Bu profilaktik bir üsul dostlar. Bunu toyuq xəstələnəndən sonra ona verməyin heç bir mənası yoxdur. Gün ərzində verirsiniz, belə içirlər. İzlədiyiniz üçün hər birinizə öz təşəkkürümü bildirirəm. İnşallah yeni videolarda görüşərik. Sağ olun, salamat qalın. Allah'a emanet olun. Kanalımıza abunə olmağı unutmayın. Özünüzü qoruyun. Elərik.